Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Bakıda məşhur şadlıq saraylarından biri bağlanıb. Bununla bağlı News 365 saytı Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, Bakıda yanğın təhlükəsi ilə bağlı şadlıq sarayının fəaliyyəti dayandırılıb. Bildirilir ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 7 ünvanında fəaliyyət göstərən Səbinə Şadlıq Sarayında yoxlama keçirilib və yoxlama zamanı yanğın təhlükəsi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Belə ki, obyektdə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, elektrik təsərrüfatı, elektrik qurğularının quraşdırılması qaydaları tələblərinə uyğun quraşdırılmayıb. Obyektin ilkin yanğın söndürmə vasitələri, daxili yanğın kranları, lülə və atıcı şlanklarla təmin edilməyib. Obyektdə yanğın su hopsu mövcud deyil. Təxliyə planı tərtib edilməyib. Qeyd olunanlar nəzərə alınaraq Səbinə Şadlıq Sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub.